İnsan sağlamlığını həyatının ali məqsədinə çevirən, elmi fəaliyyəti ilə minlərlə insanın gözlərinə yenidən nur bəxş edən Azərbaycanın tibb elminin ən parlaq simalarından biri Zərifə Əliyeva ömrünü bütövlükdə səhiyyənin inkişafına, insanlara xidmətə həsr edən nadir şəxsiyyətlərdən olub. Onun həyat yolu sadəcə bir alim bioqrafiyası deyil, eyni zamanda fədakarlığın, zəhmətin və insan sevgisinin bariz nümunəsidir. Zərifə xanım sadəcə bir qadın obrazı ilə deyil, bir alim kimi Azərbaycan elminə, xüsusən onun səhiyyəsinin, oftalmologiya sahəsinə həm bir həkim kimi, həm bir alim kimi, həm bir müəllim kimi, həm də Azərbaycan elmini dünyada tanıdan bir insan olaraq çox əlamətdar bir tarix yazmış vəziyyətdədir. O, fəaliyyət göstərdiyi dövrdə oftalmologiya sahəsində mövcud olan ciddi problemləri dərindən təhlil edərək onların həlli üçün praktiki və elmi baxımdan mühüm addımlar atıb, xüsusilə ötən əsrin ortalarında geniş yayılan traxoma xəstəliyinə qarşı apardığı sistemli mübarizə Azərbaycan səhiyyəsində mühüm dönüş yaradıb. Zərifə Əliyeva bu istiqamətdə yalnız elmi araşdırmalar aparmaqla kifayətlənməyib, bölgələrə səfərlər edərək xəstəlik ocaqlarını yerində araşdırıb, həkimlərə metodiki dəstək göstərib, əhali arasında maarifləndirmə işləri aparıb. Onun istərsə əməliyyat otağında xəstələrə nur verərkən, istərsə auditoriyalarda gənc Azərbaycan tələbələrinə tədrislə yanaşı onların üfqünü açacaq yeni elmi tədqiqatlarda, beynəlxalq səviyyədə qəbul olunmuş multisektorial aparılan tədqiqatlar içərisinə Azərbaycan gənclərini salmaqla onlar üçün əslində parlaq bir yol açmaq kimi bir missiyanı da üzərinə götürmüşdü. Alim eyni zamanda oftalmologiyanın daha az öyrənilən, lakin olduqca vacib istiqamətlərindən biri olan görmə orqanının peşə patologiyası sahəsində fundamental tədqiqatlar apararaq yeni bir elmi istiqamətin əsasını qoyub. Sənaye məsələlərində çalışan insanların göz sağlamlığına təsir edən amillər araşdıraraq bu sahədə ilk elmi tədqiqat laboratoriyasını yaratmaq onun elmi uzaq görənliyinin göstəricisi idi. Onun bu sahədə əldə etdiyi nəticələr yalnız ölkə daxilində deyil, beynəlxalq elmi mühitdə də böyük maraq və rəğbətlə qarşılanıb. Zərifə Əliyevanın zəngin elmi irsi, monoqrafiyalar, dərs vəsaitləri və tədqiqat əsərləri bu gün də aktuallığını qoruyur. Tibb sahəsində çalışan mütəxəssislər üçün mühüm elmi mənbə kimi istifadə olunur. Onun əsərlərində yalnız nəzəri biliklər deyil, eyni zamanda praktiki təcrübəyə əsaslanan dəyərli tövsiyələr də yer alır ki, bu da onun alim kimi nə qədər geniş dünya görüşünə malik olduğunu göstərir. Zərifə xanımın qoyduğu zəngin mənəvi irs, elmi irs indi də bizim hazırda da bir çox həkimlərimizin fəaliyyətinə işıq tutur. Azərbaycan səhiyyəsinin bu cür inkişafına məhz Zərifə xanım Əliyevanın böyük rolu olub. Bütün bunları biz tarix kimi xatırlayırıq. Bugün də onun mənəvi dəyərlərini, onun intellektini, zəngin irsini biz Cənab Prezident İlham Əliyevin simasında da görürük. Zərifə Əliyeva yalnız alim kimi deyil, həm də ictimai xadim kimi fəallığı ilə seçilib. Müxtəlif elmi və ictimai təşkilatlarda təmsil olunaraq səhiyyənin inkişafı, tibbi biliklərin yayılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm işlər görüb. Eyni zamanda o, ailə dəyərlərinə sadiqliyi ilə də seçilən bir insan olub. Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev üçün yalnız həyat yoldaşı deyil, həm də mənəvi dayaq, etibarlı silahdaş olub. Bu münasibət qarşılıqlı hörmət, anlayış və dəstək üzərində qurulub və Azərbaycan tarixində nümunəvi ailə modelinin təcəssümü kimi dəyərləndirilir. Bugün Zərifə Əliyevanın adı böyük ehtiramla anılır. Onun elmə, səhiyyəyə və insanlığa verdiyi töhfələr zaman keçdikcə daha da dərin məna qazanır. O, yalnız öz dövrünün deyil, gələcək nəsillərin də yolunu işıqlandıran bir şəxsiyyət kimi yaddaşlarda yaşayır. Onun həyatı və fəaliyyəti bir daha sübut edir ki, əsl alim olmaq yalnız biliklə deyil, eyni zamanda insanlara sevgi, məsuliyyət və fədakarlıq hissi ilə mümkündür. Zərifə Əliyevanın qoyduğu irs isə bu dəyərlərin ən parlaq nümunəsidir.